insan olduğu halda necə tək hiss edə bilərsən? Dostlarınla sanki eyni cür düşünmürsüz. Ailən səni başa düşmür. İşlədiyin yaxud oxuduğun yerə uyğun deyilsən. Qısası, olmalı olduğun yerdə deyilsən. Bəs harda olmalısan? Qonağımız həkim, klinik psixoloq Xədicə Həbibullayeva və dizayner kiçik sahibkar Rəfiqə Seyidovadır. Xoş gəlmisiniz. Çox sağ olun, xoş gününüzə gələk. Aha, təşəkkür edirik iştirakınız üçün. Biz bu gün aid olmaq, daha doğrusu aid olmamaq, özünü harasa bir yerə aid hiss etməmək haqqında danışırıq. Bəzən bizim doğulduğumuz yer və özümüzü dəyərli hiss etdiyimiz mühit arasında böyük uçurum olur. Bu başlığa əsasən siz aid hiss etməyə necə açıqlama verərdiniz və bəzən niyə özümüzü harasa aid hiss edə bilmirik? Ümumiyyətlə, aid olmaq hissi doğulduğumuz torpaqla əlaqəli deyil. Bizim emosional təcrübəmizlə əlaqəlidir. Biz harda dəyər görürük, qəbul olunuruq. Biz harda təhlükəsizlikdə özümüzü hiss eləyirik, güvəndə hiss eləyiriksə, özümüzü ora aid hiss eləyirik. Yəni o aidlik hissi yaranır. Ona görə də ola bilər ki, biz hansısa yad ölkədə, deyək ki, hansısa gənc, tələbədir, hansısa yad ölkədə özünü, yəni ora aid hiss eləyə bilər. Amma öz evində, ailəsində, öz doğulduğu torpaqda özünü aid hiss eləmir, yad kimi hiss eləyir. Bu əslində psixikanın sağlam reaksiyasıdır. Yəni burada qeyri-adi bir şey yoxdur. Sizcə bizim hazırda yaratdığımız yeni dəyərlər və cəmiyyətdə illərlə formalaşan bu köhnə dəyərlər və bizim ikisi ilə də eyni vaxtda yaşamağa məcbur olmağımız bizi necə harasa aid olmaqdan uzaqlaşdırır? Məncə mütləq şəkildə bu təsir edir bizim özümüzə aid hiss etməyimizə. Çünki nəsillər arasındakı düşüncə fərqi özünü həm ailədə bir üzə verə bilir, həm bizim iş yerlərimizdə, hətta təhsil müəssisələrində, yəni gənc müəllimlərin dərsində biz tamamilə başqa hiss edə bilirik. Nisbətən yaşlı nəsil nümayəndələrinin dərsində başqa hiss edə bilirik. Mütləq şəkildə bu təsir edir. Amma məncə buna həll yolu olaraq sadəcə bir qədər empatiyalı yaratması lazımdır hər iki tərəfin. Məncə gənclər adətən qınanmış nəzərlə baxılanda özünü adi hiss eləyə bilmirlər. Xanımın da dediyi kimi güvəndə hiss edilmir o zaman insan özünü. Aha. Adətən sizcə biz hansı sahələrdə, hansı mövzularda qınanılırıq? Bir çox mövzuda əslində belə deyim, artıq sistemləşmiş, oturmuş bir dəyərlər sistemi var və biz ondan bir qədər kənara çıxanda və bu görüntü də ola bilər, həyat tərzi, hətta insanın sahib olduğu karyera yolu və s. də ola bilər. Ondan bir qədər kənara çıxdıqda, yəni qeyri-adi olanda, normadan kənara çıxanda o zaman daha çox qınanmağa məncə insanlar məruz qalırlar. Əgər biz qınaya nəzər yox, başa düşməyə yönəlmiş bir tərəfdən baxmağa çalışsaq və hər kəsin seçimləri digərlərinə ziyan vermədiyi müddətcə özünə aid olduğunu qəbul etsək, bu üzərimizdəki lazımsız təzyiq də qalxar. Aha. Sizin cavabınız məndə çox maraqlı bir fikir formalaşdırdı. Hər halda mən fikirləşirəm ki, maraqlı fikirdir. Onda bir yerə aid olmamağa başlamaq komfort zonanı bəlkə də tərk etməklə bağlıdır, yox? Necə fikirləşirsiniz? Yəni mən komfortdan çıxıram, hamı kimi olmuram və buna görə fərqli oluram və özümü olduğum yerə aid hiss etməməyə başlayıram. Bu belə ola bilər? Sağlam aidiyyət hissi nə vaxt yaranır? Bayaq dediyimiz kimi insan dəyər görür, sevgi görür, özünü güvəndə hiss eləyir və o psixoloji dayanıqlıq olur insanda və özünü həmin yerə aid hiss eləyir, həmin qrupa aid hiss eləyir. Bir də var travmatik aid hiss etmə. Travmatik aid hiss etmə, misal üçün, deyək ki, insan peşə seçir, gənclər peşə seçirlər və məsələn, mən Sosial Müdafiə Nazirliyinin bir layihəsində iştirak edirdim, indi o yadıma düşdü. Hardasa 12 məktəbdə 4000 uşağa, 10-11-ci sinif şagirdlərinə, müəllimlər, valideynlər qarışıq. Mən onlarda seminar verirdim və mənim onlara hər dəfə sualım olurdu. 250-sinə bir, 500-sinə bir belə yığışırdılar, mən onlara seminar verirdim. Mən onlara hamısına eyni sualı verirdim. İnanırsınız ki, mən o seminardan hər dəfə çıxanda şok olurdum, bilirsiniz niyə?
Mən onlara sual verirdim ki, siz hansı peşəni seçmək istəyirsiniz? Yəni bu adi bir sualdır da. Amma hamı mən birinci qrupu, mən ikinci qrupu, mən dördüncü qrupu deyirdilər. Yəni uşaqlar universitet seçirlər. Və yaxud da biri durub deyirdi ki, mən nazir olmaq istəyirəm. Və yaxud da biri durub vəzifə adı çəkirdilər. Yəni uşaqlar məlumatsız idilər ki, peşə ümumiyyətlə başqa bir sahədir. Peşəni seçmək üçün insan özünü müşahidə etməlidir, nəyə qadir olub olmadığını bilməlidir. Baxın, sağlam aidlik hissi formalaşanda ailədə uşaq öz yəni marağına uyğun, öz dəyərlərinə uyğun, ümumiyyətlə özünün potensialına uyğun peşələr seçir və peşələr haqqında düşünür. Amma travmatik aidlik hissi olanda, prestij olan, yəni top universitetlər, onlara məsələn deyəndə ki, hansı peşə, mən filan top universitetlərdə misal üçün filan universitetdə oxumaq istəyirəm deyirlər. Və yaxud da mən filan sahəni seçmək istəyirəm. Baxırsan ki, niyə? Çünki o fikirləşir ki, mən o sahəni seçməsəm ən yüksəkdə olmalıyam. Mən onunla dəyərli oluram. Çünki uşaq vaxtından sən uğur qazananda dəyərlisən mesajı verilib uşağa. Sən sadəcə var olduğun üçün, sən sadəcə kimliyinlə dəyərli deyilsən mesajı verilibdir. Ona görə də uşaq düşünür ki, öz ağlı ilə, öz məntiqi ilə mən gedib prestijli bir sahə seçməliyəm, prokuror, müstəntiq və yaxud da haransa CEO-su olmalıyam. Yəni o peşəni düşünmür ki, mən məsələn nə ilə məşğul olum. O istəyir ki, öz emosional o yaraları var, onları elə bil ki, qoruyur. Məsələn, o yüksək bir peşə seçməsə utanacaq. Yəni o utanmaq hissini elə bil ki, qorumaq üçün, utancına görə o peşəni seçəcək. Bildiniz necə? Yəni ona görə də ağırdır. Yəni əslində siz çox dərin bir mövzuya toxunmusunuz. Mən indi psixoloqam, seanslara çox yaxşı qazancı olan, yaxşı karyerası olan insanlar gəlirlər. Niyə? Tükənmişlik sindromu ilə. Niyə? Baxırsan ki, kökündə deyir ki, mən seçməmişdim. Deyir, mən bu sahəni seçməmişdim. Maraqlıdır, hə, maraqlıdır. Baxırsan ki, qısa müddətdə də gedib müəyyən bir mərhələyə gəlib çatıb. Amma o travmasını həll eləyəndə, deyəndə ki, yox, sən sonda axır ki, sən seçmirsən bunu, yəni onu inandıranda da, o başa düşür ki, hə, əslində hə, mənim də seçimim olubdur. İnanırsınız ki, onda o daxili konflikt dayanır və rahatlayır. Və o barışır o seçdiyi ixtisasla, o işi ilə. Rəfiqə, ixtisas seçiminizi necə etmişdiniz? Aid hiss edirsiniz həmin ixtisasa? Bu seçim idi doğrudan yoxsa nəsə məcbur olmuşdunuz? Bir növ məcburiyyət kimi düşünürəm. Çünki mən həmişə kreativ sahələrə maraqlı olmuşam əslində. Amma məktəbdə ən yaxşı oxuduğum fənlər dəqiq elmlər idi və mən də kimya mühəndisliyi bitirdim. Amma hal-hazırda bu sahədə işləmirəm. Hal-hazırda dizayn sahəsində fəaliyyət göstərirəm. Demək olar ki, Azərbaycandakı bir çox yeniyetmə kimi mən də hansı qrup fənlərində yaxşıyamsa ora yönəlib ona uyğun da bir ixtisas və universitet seçmişdim. Məsələn, 13 yaşımdan bəri fotoqrafiyaya maraqlanırdım və fotoqraf olmaq istəyirdim. Amma bunu real iş kimi görmür deyə bir çox böyüklər, yəni o vaxt mənə nəzərən böyük olan insanlar bu sahəyə yönəlməyimin bir növ qarşısı alınmışdı. Daha çox mən də nüfuzlu bir universitetdə təhsil alım istənilirdi. Əslində valideynləri də bir növ başa düşürəm. Çünki maddi olaraq da stabillik daha çox lazım olur. Belə sahələrdə olur, daha çox stabillik olur. Amma maraqlısı odur ki, mən mühəndislikdən uzaqlaşandan sonra belə, yəni məzun olsam belə mühəndis işləmədim, amma fotoqraf da işləmədim heç vaxt. Yəni bu özü mənə həmişə çox maraqlı gəlir, çünki mən o vaxt özümü fotoqrafiyaya çox aid hiss eləyirdim və həvəskar şəkildə məşğul da olurdum. Fotoaparatım da var idi. Hətta universitetə girəndə özümə fotoaparat aldırmışdım professional. Amma insanın öz maraqları da davamlı dəyişir. Məncə aid olduğumuz, hiss etdiyimiz yerlər, insanlar belə bizim dəyər sistemimiz dəyişdikcə dəyişə bilir. Buna ixtisas da aid ola bilər. Aid hiss etdiyimiz insanlar da daxil ola bilər və s. Aha, yaxşı, necə tapdınız özünüzü? Yəni fotograf da olmadınız, mühəndis də olmadınız, necə dizayner oldunuz? Mən sınayaraq öyrəndim hansı sahəni daha çox istədiyimi. Əslində mən kimya mühəndisliyini bitirəndən sonra
birbaşa ingilis dili müəllimi kimi işləməyə başlamışdım. Sonra bəzən film festivallarında işləyirdim, koordinasiya rollarında. Yəni çox fərqli işlər yoxlamışam, sınamışam. Bəzən könüllü şəkildə qrafik dizayn etdiyim olubdu. Bəzən kursa gedib öyrəndiyim olubdu. Yəni həqiqətən çox fərqli işlərdə, könüllülük layihələrində və s. özümü sınayaraq tapdım ki, ən sevdiyim sahə elə dizaynmış. Əslində fotoqrafiya sevgisi də təsir edir bu sahəyə açığı. Çünki ikisi də vizual sənət növləridir. Belə. Aha, amma yəqin ki, biz həmişə özümüzü axtarırıq, həmişə özümüzü tapmağa davam edirik, cəhd göstəririk. Xədicə xanımın bayaqki prestijli ixtisaslarla bağlı cavabı haqqında sizdən də soruşmaq istəyirəm. Sizcə biz sevmədiyimiz amma prestijli olan bir ixtisasa özümüzü aid hiss edə bilərik? Mən şəxsən hiss edə bilməmişdim. Amma mən də xanımın dediyi faktlara qatılıram ki, yəni güvən hissi olmalıdır, müsbət hisslər olmalıdır ki, biz aidiyyət hissini də ona assosiasiya eləyə bilək və sevmədiyim bir şeydə bu müsbət hisslər olmur. Ola bilər o sənə yaxşı status gətirsin, yaxşı gəlir əldə edəsən. Bəzi məsəl üçün tanışlarım var, məndən bir oxuyublar universitetdə, hansı ki onlar da sevmir işlərini, amma işləməyə davam edirlər. Çünki bəzilərinin alternativ bir istəyi yoxdur. Bəziləri sadəcə önəmsəmir belə ki, yəni işimi sevməli ya sevməməli olduğum mənim üçün o qədər önəmli deyil. Yəni insanın öz həyatdan istədiyi şeylər çox təsir edir bu mövzuda əslində. Yəni məsələ sadəcə pul istəmək yaxud sevdiyim iş işləmək məsələsi də deyil. Əslində insan bir şeydə məna tapanda davam edə bilir. Yəni sizin dediyiniz əslində məna tapmaqdır. Deyək ki, həmin insanlar əslində işini sevməsə də orada bir məna tapıbdı. Onun üçün bir mənası vardı ki, gedir. Yəni beynində o şeyi bağlayıb, yəni o daxili konfliktlə getmir. Başa düşdüm. Yəni müsbət hisslərlə assosiasiya eləyib. Bəli, insan üçün vacib olan bir məna tapmaqdır. Məsəl üçün biz indi bu verilişə gəlmişik. Bizim üçün bu verilişin mənası olmasaydı biz gəlmək istəməyəcəkdik. Amma bizim üçün mənası var ki, biz insanları maarifləndirəcəyik də, gənclər üçün çox vacib bir mövzudur da, düzdür? Məna tapıb gəlirsən, məna tapıb bu işi görürsən. Gəlin elə gənc olmaqdan danışaq. 20-25 yaşlarımızdan razısınız ki, bu yaş dövrü bizim həyatımızın ən təzyiqli dövrüdür, yoxsa yox və bunu təzyiqli dövr kimi qiymətləndirməyib bir növ daha az fəaliyyət göstərənlər, daha az özünü əziyyətə salanlar nəyi itirəcək? 20-25 yaş ümumiyyətlə insan övladı. Mən həm də həkim olduğuma görə bu cür misal çəkəcəm. İstəyir Amerikada o, istəyir Avropada, yəni insan övladı doğulur, doğulandan sonra 3 ayında başını saxlayır. 6-7 ayında oturur, 1 yaşında yeriyir. Yəni hamı eyni fiziki bu mərhələləri keçirlər. Fiziki inkişaf mərhələsi. İnsanların hamısı eyni psixoloji mərhələni keçirlər, inkişaf mərhələsini keçirlər. 20-25 yaş arası mərhələ bilirsiniz hansı dövrdür? İnsanın özünü sübut etmə mərhələsi dövrüdür. Orada bəli, paradoks çoxdur. İnsan həm ailəsini özünü sübut eləməlidir, öz cəmiyyətdə yerini tapmalıdır, maddi azadlıq əldə etməlidir. Və bununla da belə insan düşünür ki, görürsən mən düzgünmü seçim etdim, görürsən mən düzgünmü yoldayam. Yəni ən çox o ziddiyyətlərin təzyiq altında o ziddiyyətlərlə irəlilədiyi bir dövrdür. Amma ən məhsuldar da dövrüdür. Məhz ona görə də deyirlər ki, məsələn 20-25 yaşında mütləq insan həm karyerasını artıq qurmağa başlamalıdır, həm ailə həyatını da 30 yaş arası qurmalıdır. Çünki insan bir insana özünü sübut etmək istəməyəndə, yəni 30 yaşdan sonra artıq sübut eləməyi istəmirsən. Elə o cür insanda o eşq olmur ki, mən kiməsə özümü sübut eləyim. Yəni azalır, zəifləyir. Yəni hər iki dövrün öz xüsusiyyətləri var. Artıq orada sən seçimlərini sorğulamağa başlayırsan. Orada sən sübut eləməyə çalışmırsan. Amma 20-30 yaş arası sübut eləmək istəyirsən, ona görə də ən çox məhsuldar olan dövründə həm ailə həyatı üçün, həm karyera üçün. Aha, siz necə düşünürsünüz bu yaş aralığının təzyiqi haqqında?
Mən də düşünürəm ki, bu yaş dövrü ən vecsiz görünsə də, ən stressiz görünsə də, əslində çox stressli bir yaş dövrüdür, çox təzyiqlərin olduğu bir yaş dövrüdür. Çünki biz özümüzü Xədicə xanım da dediyi kimi davamlı realizə etməyə çalışırıq. Həm də internetdə belə bir maraqlı düşüncə tərzi oxumuşdum ki, biz məsələn 22 yaşımız varsa, əslində 4 yaşlı bir yetkinlik. Yəni 18 yaşı çıxırıqsa, nə qalırsa o qədər yetkinlik yaşamış kimiyik. Təbii ki, bu işin zarafat tərəfidir, amma həqiqət payında olduğunu düşünürəm. Çünki müəyyən təbii ki, etaplardan keçirik, müəyyən nələrsə öyrənirik, amma yetkin həyatında hələ təzə addım atmış oluruq 20-25 yaş aralığında. Hətta 30-a qədər qaldırardım mən. Çünki mühitləri daimə dəyişirik, iş həyatına atılırıq, hətta bəzən ailə qururuq və s. Ona görə çox təzyiqli olduğunu düşünürəm. O təzyiqi də şəxsən özüm hiss etmiş biri olaraq təsdiqləyirəm. Bir də son bir əlavə onu eləyə bilərəm ki, mən bildiyim qədərilə həkim xanım daha yaxşı bilər. İnsan beyninin prefrontal korteksi də 20 yaşların ortasında deyəsən inkişaf edir. Yəni tam formalaşmamış olur da. Yəni ona görə tibbi olaraq biz hələ də yetkin olmamış insanlar sayılırıq. Bəli, nə uşaqsan, nə böyüksən. Tam yetkin həyata. Bəli, ona görə o təzyiq də bir qədər elmi tərəfdən açıqlana bilər məncə. Gəlin bir sualımız da dilemmalı olsun. Sizcə səhv seçim etmək yoxsa heç seçim etməmək? Çünki heç seçim etməmək də əslində harasa yerində dayanmaq deməkdir. Amma risk almaq da həmişə yaxşı deyil. Siz necə davranırsınız adətən? Mən mütləq şəkildə birinci variantı seçirəm. Həmişə həyatımda bunu tətbiq edirəm. Çünki mənə çox qorxulu gəlir ki, nəyisə etməməyin peşmançılığını yaşamaq. Amma nəyisə etməyin peşmanlığını yaşamaq daha yaxşıdır. Ən azından uğursuz kimi göründüyümüz bir təcrübədə belə nəsə öyrənmiş oluruq əslində. Öz zəif tərəfimizi öyrənmiş oluruq, yaxud öz güclü tərəfimizi. Hətta bəzən heç nə öyrənmədiyimiz kimi hiss etdiyimiz təcrübədə belə insanlar tanımış oluruq, yeni mühitlərdə özümüzü sınamış oluruq və həm də özümüzə, öz cəsarətimizi bir qədər təsdiq etmiş oluruq. Mən ən azından belə hiss edirəm. Əlbəttə, uğursuzluqla nəticələnəndə hansısa cəhdim, mən də üzüntü keçirdirəm, mən də pis oluram. Amma sonunda özümü toparlayıb deyirəm ki, ən azından mən yoxladım, ən azından sınadım. Yəni heç nə sınamamaqdan və bunun necə olacağını bilməməkdən daha yaxşıdır. Əslində mən də elə hiss edirəm, amma bəlkə Xədicə xanım bizi inkar edər. Niyə? Çünki biz mütəmadi olaraq deyirik ki, risk almalısan, onu da eləməlisən, bunu da eləməlisən və s. Heçmi yəni risk düz təhlükəlidir. Həmişə risk almaq lazımdır doğrudan. Adətən seanslarda mən nə görürəm? İnsanlar etmədikləri şeylərin peşmançılığını çəkirlər. Yəni etdikləri şeylərdə hardasa təskinlik tapırlar. Bir balaca özlərini günahkar hiss edirlər, amma sonra da özlərini yəni təmizə çıxardılar öz içlərində. Amma etmədiklərinə görə heç cür bağışlaya bilmirlər özlərini. Ona görə də mən hesab edirəm ki, xanım düz vurğuladı. İnsan hərəkətdə olan bir varlıqdır. Mütləq hərəkətdə olmalısan ki, nəyin necə olduğunu başa düşəsən. Bir də ki, biz səhvlər etməsək, çətinliyə düşməsək, yəni hərəkət də çətinlikdir, qabiliyyətlərimiz üzə çıxmaz. Baxın, qabiliyyətlər çətinlikdə üzə çıxır. Biz çətinliyə düşməsək, qabiliyyətlərimizi bilməyəcəyik. Bir də ki, biz hansısa işə başlamasaq, biz özümüzü tanımayacağıq. Biz bilməyəcəyik ki, biz nəyə qadirik. Özgüvənimiz formalaşmayacaq. Niyə? Çünki biz hansısa işi görəndə başa düşürük ki, mənim güclü tərəflərim hansıdır, zəif tərəflərim hansıdır. Ona görə mütləq hərəkət vacibdir. Sizin isə dediyiniz o mütləq risk almalıyam. O mənə bilirsiz nəyə assosiasiya verdi? Bu dünyada elə bir ki, indi hal-hazırda bilirsiniz nə təbliğ olunur? Uğur qazanmaq, həyatın mənası elə bir uğur qazanmaqdan ibarətdir. Halbuki həyatın mənası uğur qazanmaqdan ibarət deyil. Yəni həyat ancaq uğur qazanmaqla assosiasiya olmalı deyil də. Yəni biz səhvlər edərək insan olmuşuq. Bilirsiniz necə? Baxın, insan yeriyəndə ən azı 300 dəfə yıxılıb durmalıdır ki, yeriməyi öyrənsin. Əgər insan daim uğur qazanacaqsa, insan heç vaxt yəni normal insana çevrilə bilməz. Ona görə də mütləq şəkildə biz hansısa bir işin qulpuna yapışmalıyıq, orada səhv eləməliyik, güclü və zəif tərəflərimizi öyrənməliyik. Yəni, burada böyük səhvlərdən söhbət gedir. Yəni,
deyək ki, zərərli vərdişlərə qurşanmaq, deyək ki, çox ağır nəsə söhbətlərə, yəni üz tutmaq yox. Mən onları nəzərdə tutmuram. Yəni orta, çox ağır olmayan səhvləri biz etməliyik. Çox sağ olun. Təşəkkür Siz sağ edirik olun, hər siz də ikinizə. sağ olun. Siz də bu gün bizi maarifləndirdiniz. Gənclər, harda mag orada. Magda xəbər vaxtıdır. Azərbaycan Könüllülük Həftəsi 2025 çərçivəsində birlikdə 5 il Könüllülər Festivalı həyata keçirilib. Festivalın əsas məqsədi Azərbaycanda könüllülük hərəkatının inkişafını təşviq etmək, könüllülərin cəmiyyətin sosial, mədəni və ictimai həyatındakı rolunu ön plana çıxarmaq, fəal könüllüləri dəyərləndirmək, gənclərin ictimai fəallığını artırmaqla yanaşı, könüllü fəaliyyətinə dövlət tərəfindən göstərilən dəstəyi diqqətə çatdırmaq və könüllülüyün dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirmək olub. Konstitusiya və suverenlik ili çərçivəsində 4-18 dekabr tarixini əhatə edən Azərbaycan Könüllülük Həftəsi elan edilmişdir. Həftə çərçivəsində biz düşərgələr həyata keçirmişik, müxtəlif aksiyalar həyata keçirmişik, mətbuat konfransı, 3500 nəfər Azərbaycan könüllüsünün iştirakı ilə Azərbaycan könüllülərinin 8-ci həmrəylik forumu keçirilmişdir. Forum çərçivəsində biz həmçinin İttifaqı üzv könüllü təşkilatlarının sərgisi də həyata keçirilmişdir. Qeyd edim ki, bu gün isə Azərbaycan könüllülərinin iştirakı ilə 2500-dən çox Azərbaycan könüllüsünün iştirakı ilə birlikdə 5 il Könüllülər Festivalı keçirilməkdədir. Eyni zamanda qeyd edim ki, Zəfərin 5 illiyi ilə bağlı nəzərdə tutulan tədbirlərlə yanaşı, həmçinin İttifaqın da 5 illiyi qeyd olunmaqdadır və bununla da bağlı simvolik olaraq hazırda keçirilən festival İttifaqın 5 illiyinə həsr olunmuşdur. Birlikdə 5 il və Könüllülük festivalındayıq. Gördüyünüz kimi həm musiqi səsindən də anlaşılır ki, gənclər olsun, ortam olsun çox pozitivdir və bu bizə də çox xoş hisslər ötürür. Könüllülük özü bir dəyərdir və bu dəyəri qoruyub digər nəsillərə artırmaq bizim bir mənəvi borcumuzdur eyni zamanda. İnnovasiya könüllüləri ictimai birliyini təmsil edərək bu il ilin fəalı seçilmişəm. Həqiqətən könüllü olduğum bu müddətdə mənim öyrənəcəyim çox şey olmuşdu və mən də öyrəndim. Buradan da öz dostlarıma, öz yoldaşlarıma səsləndirəm ki, könüllülük dəyərdir, gəlin hamımız könüllüyə qoşulaq, hamımız bunu görməliyik və yaşamalıyıq. Tədbir istedadlı Azərbaycan könüllülərinin, gənc müğənnilərin və DJ musiqilərinin səsləndirilməsi ilə davam edib. Konstitusiya və suverenlik ili çərçivəsində Konstitusiya 30 il sonra yeni mərhələdə gənclərin iştirakı mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev açaraq Konstitusiya və suverenlik ilinin vacibliyi barədə danışıb. Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, millət vəkilləri Hikmət Babaoğlu, Samir Vəliyev, Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış eləyərək Konstitusiyanın əhəmiyyətini vurğulayıblar. İl ərzində bu Konstitusiya və suverenlik ili çərçivəsində çox saylı tədbirlər həyata keçirib. Bugünkünün əhəmiyyəti bizim üçün ondan ibarətdir ki, millət vəkilləri burada gənclərin qarşısında çıxış edir, amma bu gənclər sıravi gənclər deyil. Bunlar həm dövlət müəssisələrində çalışan gənc mütəxəssislərdir, digər tərəfdən gənclər siyasəti sahəsində ictimai təşkilatlarda çalışanlardır. Yəni o gənclərdir ki, onlar öz həyatını dövlətə xidmətdə görür bundan sonra da və bu baxımdan onların konstitusiya nədir? Konstitusiyanı şuurlu şəkildə başa düşmək, orada hüquqi əsasları dərk etmək çox vacibdir. Onlar həmçinin bildiriblər ki, belə tədbirlərin əsas məqsədi gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, onların ictimai fəallığının və milli dəyərlərə bağlılığının artırılmasıdır. Bəlkə də sən sadəcə olaraq fərqlisən, özəlsən. Əsas odur ki, bu mövzu haqqında danışmağa başlamağın özü də bir addımdır. Hələlik.